Son vaxtlarda Suriyada olan Azərbaycanlıların bəzi videoları yayılır. İnsanları küçələrdə öldürürlər və yaxud vəhşicəsinə müəyyən videolar çəkdirib YouTube-a qoyurlar. Bu cür şeylər kafirlərdə, cahillərə də, yəni İslama qarşı nə fikirlər oyadır? Təbii ki, pis. Ona görə müsəlman görəndə qorxurlar. Kafirlər, cahillər. Məsələn, adi Rusiyada məsələn, o patlayışlar olanda maşında və ya metroda hicablı maşını minəndə hamı düşür, qorxurlar. Artıq müsəlman qorxurlar, müsəlmandan. Ona görə belə əməllər heç belə əlaqəsi yoxdur İslamla. Hətta döyüş meydanında adi adamları, döyüşməyən adamları bu cür öldürmək düzgün deyil. Onlar şeytani dəstələrdir, yığışıb bəziləri. Yəni bəziləri şeytani